Salam yoldaşlar, bu mövzumuz deməli artıq ana platadır. Ümumi ana plata üzərindən danışacağam. İndi hələ ki hardware üzərindən gedirik. Belə video kamera üzərindən göstərməyə bir şərait yoxdur yəni. Onun üçün şəkillər üzərindən izah etməyə çalışacağam. Qısa. İndi bu videolar da qısa olmağın əsas səbəbi həm mövzunun belə deyək az olması, bir də ki praktiki göstərə bilmədikdə sırf nəzəri olaraq izah etməyə çalışanda artıq vaxtı uzatmaq olmur da belə deyək. Ona görə videolar qısa 25-20 dəqiqəlik, 26-30 dəqiqəlik olacaq. Amma artıq formatdan sonraki hissəyə gəldikdə orada artıq videoların həm funksiyası, həm vaxtı çox uzun olacaq. Çünki göstərəcəyimiz şeylər də uzun olacaq. Nəsə, çox uzatmaya yoldaşlar. Ümumi ana plata haqqında danışım. Ana plata bizim lazımi prosesing qurğularının yerləşdiyi yerdir. Buradan danışsaq, qısa keçən dərs port yuvaları haqqında danışmışdım. Nədir? Ona görə bu hissəyə çox toxunmayacağam. İlk olaraq CPU-dan başlayacağım. Ana platada bu gördüyümüz soketdir. Soket yuvasıdır. Buradan görülənən tel bu arxa hissəyə gedir və buradan çıxır və CPU-nu biz bura taxıb yenidən taxırıq. Təbii ki, bunun üzərinə heatsink taxılır. Termopasta vurulur, heatsink taxılır ki, daha sərin olsun. Çünki bütün idarəçilik CPU üzərində olduğundan temperatur da həmişə CPU-da daha çox olur. Buradan baxsa CPU sekundunu göstərdim. Ondan sonra 4 pinlik qida birləşdirici konnektoru var. Başqa bizim burada RAM yuvalarımız var. Deməli davam edək buradan. Burada bizim RAM slot yuvaları görürük. Bura RAM taxılır. İndi RAM dedikdə bu personel üzərində görürsünüz. Bu RAMlar notebook üzərində biraz fərqlidir. Platasında biraz fərqli olur. İndi notebookun videosunu göstərməyə çalışaram. Başqa bir praktik videolarda belə hələ ki nəzər formatı göstərirəm. Notebookda biraz eninə taxılır, qıraqdan tellər taxılır. Burada isə bu gördüyümüz kalçuklar qıraq tərəfə çəkilir və RAM bura taxılır. Üstündən bərkitəliysən özü keçir yəni. Zətdən problem yox. Bu cənab körpüdür. İndi bunlar haqqında danışarıq. Amma burada CMOS bataryası var. CMOS bataryası nə üçündür? BIOS ayarların və vaxt çıxırın saniyyətlərin hamısını bunun içərisində saxlayır. Ondan sonra baxışıq burada BIOS-un öz CMOS çipi var burada. Bu CMOS-un öz bataryasıdır. Ondan sonra buradan IDE portları var. Burada 24 pinlik ana plata əsas güc konnektorunun yuvasını görürəm buradan. Başqa görürəm. Buradan nələrimiz var bizim? Buradan PCI, bu PCI Express-dir. Bunlar görək nədir? Bu da PCI slotlardır. PCI Express ilə PCI indi bundan sonraki hissədə biraz toxunaram. Bunlar sadəcə genişləndirmə slotlarıdır. Biz ekran kartı, səs kartı, NIC kartı, bunların hamısı bunun üzərinə taxılır. Bunlar VGA və s. Buradan başqa görək nə qaldı? Şimal körpü ilə cənab körpüdə indi bunların burada olduğuna görə bu köhnə ana platadır. Biraz indi fərqlidir. Biraz vizuallıq, biraz yaxşı deyil. Ümumi belə danışım. Amma indikilərdə görsək biraz fərqlidir. Deməyim, belə olan platalar da var. İndi ancaq yenisini görəcək sistemə deyil. Buradan baxsam, burada bizim kapasitorumuz var. Görürük ki, bunların PCI slotlarıdır. AGB slotu, bu çox köhnə slotlardır, görməzsiniz. RAM slot yuvalarıdır buradan. Baxsam buradan USB yerləri var. CMOS backup bataryasıdır. Bunlar port yuvalarıdır. 24 pinlik əsas ana platanın güc konnektorudur. Belə. İndi platanın üzərinə baxsaq, deməli, buradan çox şey eləmək. İndi daha köhnə ana platalardan baxsaq, ümumi indi struktur cəhətdən artıq ATX üzərindən ana platalar istisna olunur. Köhnə standartlar BTX-dir. BTX-in baxanda elə görürsünüz ki, bu CPU-nun soketinə baxsınız, görürük ki, biraz 90 dərəcə meyilli belə formada durur. Biraz 45 dərəcədə belə deyil. Amma artıq CPU-lar daha düz formadadır yenə ana platalarda. Daha köhnədir, daha indi demək olar görməzsiniz, amma bunlar
İndi ən çox istifadə edilir. İndi ana platanın form faktorları desək, bunun həm funksional baxımdan, həm işlənmə yerinə görə ana platanın form faktoru dəyişir. Form faktoru yəni nə? Əhatəsi də genişliyi, quruluşu. ATX və gaminglərdə daha advanced kompüter istifadə olunanda, yəni gaming, oyun, dizayn istifadə olunanda ATX-dən istifadə olunur. ATX-dən də orta ən çox istifadə olunan ana plata. Bunda da gaming üçün istifadə olunur. Mikro ATX-lər var. Bu orta səviyyədə. Bunun da istifadə olunur. Belə personel də qoşulurlar. Daha az şey üçün istifadə olunur yəni. Çox minimal baxımdan case az yetirir. Daha kiçik case istifadə etmək üçün mikro ATX-lər yaxşıdır. Mini ATX isə daha görərsiniz monitor daxili kompüterlər görərsizsə, yəni sırf monitordan ibarət. Onlardan əslində mini ATX daxilində yerləşir. İndi daha kiçikləri də var. Bunların həcm formasına görə, amma əsas bilinən ana platanın form faktorları bunlardır. Ana klası ana növlərinin istehsalçılarından danışaq. İndi ən çox Asus var, Gigabit var, Astrok var, Supermicro var. Baxsaq burada sıraya Asus'un var, MSI'nin var, Intel'in, Gigabyte'in, Astrok'un, Acer'in, Bioster'in, HP'nin, Dell'in, Sony'nin ana plata istehsalçıları bunlar. Yəni həm funksional baxımına görə, həm qiymətinə görə dəyişir bunların istehsalı. Amma hal-hazırda ən yaxşı ana plata mənim fikrimcə Asus'un istehsal etdikləri ana platalardır. İndi isə slot yuvalarından danışaq. Slot yuvaları yəni nə? Bizim RAM hər hansı bir slotlara taxdığımız yuvalardır. Deməli slot yuvalarında qalmışdıq. Ana platanın slot yuvalarına baxdıqda biz bu köhnə yuvalardan danışaq. Burada IDP var, köhnə yuvalardan. İndi görürsüz də köhnə case'lər olsa onları da görürüz, amma indi görməmiz qeyri-mümkündür. PCI yuvalar var. PCI yuvalar PCI Express-dən əvvəlki yuvalarda hələ də istifadə olunur. İndi görürsüz ki, ana platalarda hələ də PCI yuvaları var. PCI Express-ə görə daha köhnə yuvalardır, genişləndirmə slotlarıdır. Buradan köhnə tipli ekran kartları və s. bura taxılır və də istifadə olunur. Görürsünüz ki, yeni bir ana platadır, amma hələ də üzərində heç olmasa bir ədəd də olsa PCI slotlarından varsa, bunun biraz köhnə olduğunu göstərmir. Sadəcə geri dönüşünün aktiv olduğunu göstərir ki, ola bilər ki, bunun PCI slotlu bir ekran kartı var. Onu da istifadə edə bilsin də. Yenidən ekran kartı almağa gəl imkanı yoxdursa, üzərində hələ də PCI slotu olur. PCI Express slotlarına baxanda biz PCI Express 1, 4, 8, 16 tipli slot yuvalar görürük. PCI Express 1 əsasən NIC kartlarının taxılır bura. Təbii ki, bu NIC kartını biz burada taxa bilərik ya. Oldu ki, 2 dənə NIC kartdan varsa, bunu burada taxa bilərsən. Yəni, problem deyil. O cəhətdən oraya gedəcək. Amma məsləhət görürlər ki, bu taxılsın ki, daha yaxşıdır da, yəni artıq yer tutmanın qarşısını almaq üçün. PCI X yuvaları var. Bunlar daha biraz fərqli yuvalardır. Bunlar da əsasən Bluetooth kartlarına, PCM kartlarına, simsiz adaptör aparatlarına taxılır ki, indi təsadüfən olur, amma köhnələrdə də olur. İçində o qədər şey qalmıyor, amma hələ də olur. RID-lərdə, amma RID texnologiyasında taxmazdan onda istifadə olunur. RAM slot yuvaları DIMM adlanır. İndi personel üzərindən keçdiyimizə görə bu tiplidir. Sadəcə burada gördüyümüz qalçıqlar sağ çöl istiqamətdə çıxarılır və RAMlar bura taxılır. Bunlar da əlimizlə itəlmir. RAM bəs taxdıqda bunlar avtomatik olaraq özü keçir. O cəhətdən yaxşıdır yəni. Gəldik serial və paralel portlara. Serial port dedikdə biz nə başa düşürük? İlk çıxan texnologiyaya baxsaq biz. Serial port çıxardı. Serial port məlumatlarını ötürməz, serial şəkildə olurdu. Belə görürsünüz, bir formada ardıcıl olaraq məlumat ötürüldü. Amma sonra dedilər ki, bunu paralel şəkildə etsək, məlumat sürəti daha da artar. Eyni vaxtda paralel formada ötürülməyə başlandı. Amma bu daha uzun mənzilli kabellərdə
belə deyək də toqquşmalar baş verdi. Məlumatda biraz göndərməli problem baş verdi. Ondan sonra yenidən serial porta keçdilər ki, məlumat axını daha sürətli olsun serial portda, həm də daha uzun məsafəli kabellərdən ötürə bilsin. İndi biz paralel portda PATA-nın 40 pinlik konnektorunu götürə bilərik. VGA portunu göstərə bilərik. Serial portda isə USB, VGA, multipli portları serial port üzərindən göndərmə, yəni serial portu serial kabel üzərindən göndərmədir. İndi paralel portdan serial portdan çox danışmağa ehtiyac yoxdur. Qısa PATA və SATA-dan danışım. Deməli, PATA və SATA dedik biz. İndi artıq PATA demək olar ki, az qalmayıb desək də olar, çox az qalıb. Köhnə tipli hard disklər üzərində olan 40 pinlik PATA kabeli üzərinə taxılırdı ki, məlumat götürülməsi baş versin və əlavə bir power connector taxılırdı ki, cərəyan onun üzərindən getsin, disk frenansın, məlumat götürülmə axını isə PATA kabel üzərindən götürülsün. IDE də adlanır. SATA isə daha yeni tipli, form faktoru kiçik olan, daha sürət dəstəkləyən belə deyək, konnektordur. İndi kabelə baxanda SATA kabeli 7 pinli olur. SATA kabeli bu birbaşa taxılır SSD-nin daxilinə. Onun üzərindən məlumat götürməyində istifadə olunur. Buradan SATA ilə PATA-nın fərqlərinə baxsaq, görün ki, bu köhnə nəsildir, bu yeni nəsildir, 7 pinli idi, bu 40 pinli idi. Bu məlumat üstünmə sürəti yüksəkdir, bunun da azdır. Və s. belə. İndi çox PATA görməzsiniz. İndi ancaq görsəsiniz ki, anaplator üzərində SATA kabeli var. Yəni PATA görsəsiniz daha köhnədir. Sürətlərə də baxanda buradan görürük ki, 1.5 gigabit, 3.3 gigabit, 6 gigabit sürətləri dəstəkləyir. Bunlarda həcmin nə qədər bandwidth eyni vaxtda məlumatın göndərilməsini dəstəkləyir. Burada da görürük buradan. Ondan sonra gəldik biz şimal körpü və cənub körpü məsələsinə. İndi düzdür, bu mövzu o qədər də əhəmiyyətli mövzu deyil, amma yenə də danışaq. Cənub körpü yoldaşlar bizə bunları bu şəkil üzərində göstərim. Burada bu şimal körpüdür bu. Bu əsasən RAM, ekran kartı və s. məlumatların burada işlənib göndərilməsinə PCU ilə bağlı olur. Bu məlumatların PCU yönləndirilməsinə kömək edir. Cənub körpü isə artıq görün burada sırf cənub körpü daxilində əvəzinə belə konkret göstərilən heatsinklər üzərinə qoyulub hisslərin qalsın. İndi amma artıq belə bir şey qalmayıb. Da ona görə çox toxunmaq istəmirəm, amma bu şəkil üzərindən sistemin necə işlədiyini göstərim ki, susayın. Olsun. Bax görürük ki, buradan cənub körpülər nələr taxılır? PCI Express buradan Express yox, PCI-nin üzü cənub körpüyə taxılırdı. Ondan sonra BIOS-un üzə flash ROM, hard disklər və s. floppy, serial portlar, USB kabellər bunun cənub körpü üzərindən gedirdi ki, nəticədə bunun sürəti daha aşağıdır ki, artıq bu cənub şimal körpüyə gedir, ondan sonra PCI ilə əlaqə qurulurdu. Şimal körpü isə RAM olsun, ondan sonra AGB PCI Express yuvaları və s. bunlar bura taxılırdı ki, daha sürətli işləyir bu baxımdan. Amma indi bu şimal və cənub körpü mövzusu aradan qaldırılıb, artıq platform controller hub adındadır, təklifləndirir. Amma şimal körpü artıq CPU-nun daxilində yerləşir. Yəni heç fərqli bir anaplat özündə şimal körpü deyilən bir şey qalmayıb. Köhnə platlarda var idi, amma indi birləşdirilib. İndiki CPU-lara baxanda artıq içində həddindən artıq çox şey yerləşdirilib. Daxili ekran kartı hətta CPU-nun daxilində yerləşdirilir. O qədər vizuallaşdırılıb ki, CPU o qədər yük altında işləyir, o qədər funksiyalar var ki, əvvəl bir xeyli inkişaf edibdir, yəni. Düzdür, hələ də inkişaf edir, gedir. Nəsə, bu mövzuda belə yoldaşlar, bu mövzunu da bitirdik. Növbəti görüşdə görüşənə qədər Allah'ın